şəhid olduğu gündür. Bunun ev muzeyində yazıq qəbir üstünə sizi yığmaqda dedim qoy müşkimalıma deyim, usulü canlı çəkib bütün bunun adına verilən qramat olardı. Nisə çəkib əlavə atacağım videonun üstünə Ramiz atadır. Müşük qardaşdır bu Almanya'da olur. Əstirmə, Gogi, əstirmə, Ramiz atanı bir dənə göstər normalına. Salam əleykum Ramiz ata. Aleyküm salam qardaşım, nə var, nə yox, Allah həmişə sizləri var eləsin, başımızın üstündən aski eləməsin. Bugün uşaqlarda da belə pis günümüzdə əslində, bugün şəhid düşdüyü gündür Mətinin, qəhrəmanımızın daha doğrusu. Allah bütün onun simasında bütün şəhidlərimizə rəhmət eləsin. Allah vətənimizi düşmənlə həmişə qorusun. Allah sizin kimi adamların həmişə başımızın üstündən aski eləməsin. Sizlərə də bir o qalır ki, tanıtmaq, bizim uşaqları tanıtmaq. Sağ ol atam. Məkanı cənnət olsun. Şəhidlər ölmür. Şəhidlər əbədi bizim yadımızda, bizim canımızda, ürəyimizdədir. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun. Allah sizlərə var eləsin. Bu günlərim hanım günüdür, eləmi? Bugün şəhid düşdüyü gündür. 44 gündə döyüşüb Mətin. Bugünkü gündə noyabrda şəhid düşüb. Əslində 22-si dəfn olunub. Bu ayın 22-si deyək, məsələn, ona tədbir keçiririk deyək, hanım günüdür. Bu özümüz getdik, qəbrini ziyarət elədik, şəhid düşdüyü gün. Allah rəhmət eləsin. Bir-iki kəlmə danışın görək, hansı bölmədə, harada döyüş, hansı döyüşlərdə iştirak elədi? Nuridən bunlar başlayıbdı, ilk döyüşləri. 3 aylıq zabit idi, belə deyək də, Mətin Hüseynov 3 aylıq zabit idi. 44 günündə gələndə müharibəni, 27 sentyabrdan ki, o müharibə başladı. 44 günündə müharibə də olub. Füzulidən ilk döyüşləri Füzulidən başlayıb. Deyilənə görə bu Zəngilan istiqamətində də olublar bunlar. Əslində, son döyüşlərin, indi o vaxt çox biz əlaqə saxlayamırdıq da, Xocavənd uğrunda, əslində Şuşa uğrunda döyüşlərdə bunların şəhid düşdüyü yerdə elə o daşaltı deyirlər, bir də Qırmızı Bazar, Şuşa yolu daha doğrusu, Şuşa uğrunda belə son döyüşlər orada gedib, orada da şəhid düşübdür. Demək, sonra bugünkü gün düşüb, heç götürənmirmişlər da, bir 10 gün sonra götürüblər. Noyabrın 20-ni eləmişik. Xüsusi təyinatlıdır, normaldır. Anladım. Sağ olun, belə var, bir-iki belə qısa müharibədən o şəkillə var, halansa alanda, onu da kimlər satıb. Bunlardan heç sağ qalan normalda yoxdur. Bir-iki nəfər müəyyən vaxt yaralılar vardı, deyək, Oktyabırda məsələn, onlar bir kəlmə çıxıb televizorda normalda danışmışdılar o zaman, deyək, o 2020-də. Ondan sonra danışan yoxdur, elə bir-iki də konturnu vardı, onlar da elə deyir, 7-si mən yaralandım, komandirin hizmətin başımızın üstündə filan edib, başqa söz deyəmirlər. Başqa bir 3-cü, 4-cü adam da ortaya çıxmır. Həmişə yəni özü qabaqda gedən olan olub, bir zabit kimində daha doğrusu. Anladım. Allah ona yenə də rəhmət eləsin. Onlar aldılar bu torpağı. Biz necə ki, biz yaşayırıq, biz onların qarşısında həmişə baş əyəcəyik. Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Allah sizləri də həmişə var eləsin. Əlbəttə ki, hamımızın canımız vətənə qurban. Özüm atam elə müharibələrdə olub, normalda Rus, Fin, üstəgəl 41-45, özüm 90-cı illər könüllü bütün ordu postlarında iştirakçı olmuşam. Eşim məzurundan aparmırdı, uşağımı da elə yetişdirdim. O da elə bir qısa ömür də olsa, qısa bir xidmət də olsa, 100 ilə bərabər bir, yəni ki, xidmət sayılır. 100 il yox, ömür biz onlara borçluyuq. Onların qarşısında baş əyirik. Bir də mən müşkimalıqça xatırladım ki, bu ata biraz həyəcanlıdır mən şimdi. Bir də bunun
bizim iş adamı Mübariz Məsumov buna Türkiye'de cami verdi adına. Aha. Adına. Aha. Onu Metin da size istiyorum. Mübariz Məsumov iş adamı buna cami verdi. Bunlar da getdilər caminin açılışına bütün Ramizətə baxmadı. İndi həyəcanlı oluyor. Danışan bütün Türkiye, bütün yerlerin medallardan, bütün hamısı ev muzeyindeyim gelmişim. Ben borcumda elə mən də elə sizdən danışırdım, dedim qoy çəkim. Bir də konuşmalarımı deyəcəm. İndi ataya ver telefonu qoy səni bir dənə çəksin, bir sənə də iki kəlmə sözüm var, qorxmaz qardaş. Elə verim, elə çəkir Allah. Elə belə Aha. Elə Qorxmazı, hə. Qorxmaz qardaş. İstəyirəm sənə minnətdarlıq bildirim ki, sən bax görürəm, izləyirəm TikTokda, WhatsAppda, sən gözəl bir qardaşsan, hansı ki daimi bu şəhidlərin anım günlərində iştirak edirsən, tədbirlərdə iştirak edirsən. Allah sənə dəyməsin. Minnətdarıq sənə qardaşım. Mən də şahsatımız sizə dərin minnətdarlığımı bildirirəm. Bizim hamımızın borcumuzdur. Yəni ki, biz bacarmırıq da sən kimi. Sən şükür Allaha, maşallah. Bax belə gedirsən, yad eləyirsən, bizlərə göstərirsən. Yəni sənin səbəbində biz də görürük. Gündə bir rayonda, gah Şərurda, gah Şahbuzda, gah Naxçıvan özündə, gah Ordubadda. Allah sağ dəyməsin, qorxmaz qardaş. Mən də sizdən fəxr edirəm. Sizlərin sayəsində bütün bu Ramiz Atanın videoların 60'ına sizin sayesinde hazırlanmış. Sizden bahsedirdim dedim. Müşrik kardeşim var, çok olsun. Atfasan Nasır Rəhmətli arkadaşlar tanışıcı olmasın. Çünkü bizleri tanıttıran onlardı hamımızı. Sizlerin sayesinde de bütün şəhid atalarına öz adından dərin minnətdarlığımı bildirirəm sizlere. Allah canınıza dəyməsin. Çok sağ olun. Var olun. Değerli insanlar var ki bunları tanıtırırsınız. Çox sağ ol, çox sağ ol. Ramiz ata, sağ olun, gəlin yekunlaşaq. Allah bir daha rəhmət eləsin sizin gül balanıza. Biz dediyim kimi necə ki yaşayırıq, biz hamımız, bütün Azərbaycan xalqı onların qarşısında baş əyirik. Biz onlara borçluyuq. Qoy məkanları cənnət olsun. Çok sağ olun, var olun. Təşəkkür edirəm. Elə bu bizim üçün böyük şeydir ki, dünya tanıtmaq. Sizler de sağ olun, var olun. Allah həmişə sizin kimi insanları da var eləsin. Minnətdaram, sağ olun. Sağ ol qardaşım, sağ ol. Qoy sağ ol, yekunlaşaq. Sağ ol, çok sağ ol. Diqqət çəkin minnətdaram. Sizin narahat elədi. Öz adımdan, şəhid atası adından sizə dərin minnətdarlığımı bildirirəm ki, bizə həmişə saygı duyursuz. Bunlara, şəhidlərə video hazırlıyorsunuz. Mənim bütün videolarım hamısını bu müəllim hazırlayıb. Çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Sağ ol.